Salam əziz abituriyentlər, müəllimlər və kanalımın izləyiciləri. Biz davam edirik ikinci bölmənin say sistemləri mövzusunun 2.2 test nümunələrinin izahı. Burada da Rum say sistemidir, Roma say sistemi. Rum say sistemində V hansı ədədi bildirir? Biz bilirik ki, bu 5-dir. Bunlar da sadə suallardır. Roma say sistemində X hansı ədədi bildirir? 10. C hansı ədədi bildirir? 100. D hansı ədədi bildirir? 500. Bunlar da şifahi tapılması lazım olan suallardır. Bizi saniyə. Beşinci test nümunəmizdəki sual. Roma say sistemində M nəyi bildirir? Təbii ki, biz bilirdik ki, M mindir. Mini bildirir. L, X nəyi bildirir? Biz demişdik, Roma say sistemində əgər soldakı kiçik, sağdakı böyükdürsə, böyükdən kiçik çıxılır, bu 4-dür. Yox, solda böyük, sağda kiçik yazılırsa o zaman cəmlənir. Bizdə də bu baxırıq ki, solda böyük, sağda kiçikdir. O zaman olur 6-da A variantı 60 olmuş olur. Bu yazılış onluq say sistemində nəyə bərabərdir? C 100-dir. 115. 115 B variantı olmuş olur 7-də. 8-ci test nümunəmizdə C 100 2 dənə də x demişdik ki, 20-dir. 120-ni bildirmiş olur. Sadə test nümunələridir. Təbii ki, bunları yazmaq çox rahatdır. İlkin anlayışlardır. 9-cu saniyə. 9-cu test nümunəmizə baxaq. Roma say sistemində C, D, 3 ədədləri onluq say sistemində göstərin. Biz demişdik ki, C nədir? 100-dir, D nədir? 500-dür. İndi burada məsələ bundan ibarətdir. C, D. Deməli, necədir? Soldakı kiçik, sağdakı böyük. Böyükdən kiçik çıxılacaq. Onda olacaq 400, Dalıcanda 3. 403. 9-da olacaq B variantı 403. İki qaydanı yadda saxlayın. Soldakı kiçik, sağdakı böyük, sağdakı böyük, soldakı kiçik. Roma say sistemində verilmiş bu ədədi onluq say sistemində ifadə edin. Bu nə olur? 1000, 500, 1500 üstüne 100. 1600, 1600 burada var. İndi burada fikir verin. 100'dən, bax, solda x-dır, sağda 100'dür. Deməli 90, bu da 7. 1697. 1697'də bu da doğru cavab olmuş olur. C variantı. Bunu açıqlamağa ehtiyac varmı bilmirəm. Buradan yazaq. M, D, C, X, C, 7. 1000 düzdürmü? Üstə gəl. 500 üstə gəl. C 100 üstə gəl. Amma burada baxın nə? 10'dur, bu 100'dür. Deməli nə olacaq? 100 çıx 10 üstə gəl 7. 7 belə yazaq. Hayır, bu cevap da verir 1697. Doğru cevabımız olmuş olur. C variantı 10'da. 11. sual tapşırığımız. Roma say sisteminə ifadə edin. 1294 ədədini Roma say sisteminə ifadə edək. Buradan yazıram 1294. 1000 M-dir. 200'ü necə ifadə edə bilərəm? 200 düzdürmü? 94. 90 necə yaza bilərəm? 94'ü belə yaza bilərəm. Belə bir variant. Doğru variantımız burada olacaq elə Y variantı. Biz demişdik ki, bir dənə də Roma say sistemində qayda var. Kiçik rəqəm, məsələn, 7. Maksimum 3 dənə yazıla bilər. 4-cü ola bilməz. Yəni, bu səhv yazılışdır. Kiçik rəqəm solda bir dəfə yazıla bilər. Bax, belə məsələn. Bunun qalanı bir də yazılsa, bu səhv olmuş olar. Doğru cavabımız olur Y variantı. Növbəti 12-ci sual 589 onluq ədədi Roma say sistemi ilə ifadə edək. 589. 500 nədir? Deyildi. 80. 50. X, X, X olar. 9 nədir? Bu da doğru variantımız
Elə olmuş olur D variantı. Əslində 500, 620. Məsələn, bu 620-dir. Bunları tək-tək də oxuya bilərsən, amma doğru yazılış qaydası budur. Yəni, ümid edirəm ki, burada qaranlıq qalan nə isə yoxdur. Çünki bu sadə bölmələrdir. Ümumi say sistemindən, ilkin anlayışlar bölməsindən və Roma say sistemlərindən bağlı olan video izahdır. Çalışıram videoları bir-birinin ardıcan, bir-birinə bağlı halda özüm çəkmək istəmədim. Tək-tək olsun dedim. Növbəti video izahda 2.3-ün video izahında görüşənədək diqqətinizə görə minnətdaram. Videoları bəyənməyi, şərh yazmağı, dostlarla paylaşmağı unutmayın.